3 aydan sonra biz əmək məziyyəti verə bilərikmi? Məsələn, Rusiya Əmək Məcəlləsinin 122-ci maddəsində deyir ki, orada da 6 ay deyir, amma deyir ki, bir cümlə qoyur. Tərəflərin razılığı ilə işçiyə ödənişli məziyyət 6 aydan əvvəl verilə bilər. Bizim məcəllədə bu yoxdur. Bu da müəyyən suallar yaradırdı. Bununla bağlı da ekspertlərimiz də müraciət elədi. Belə bir rəsmi cavab alındı ki, bəli, bu inzibati məsuliyyət yaratmır. Yəni siz 3 aydan əvvəl, 3 ayda, 6 aydan əvvəl də razılaşdırıb işçini göndərə bilərsiniz. Burada hansı bir belə də hüquq pozuntusu baş vermir. Yəni hər iki tərəfin razılığında. Amma sadəcə işçi 3 ayında müraciət edirsə, işəgötürən bunu 3 ayında təqdim etmirsə, yəni bu o deməkdir ki, işəgötürən burada haqlı ola bilər. Yəni fərdi əmək mübahisəsi yaransa, işəgötürən deyə bilər ki, bu adam üçün Əmək Məcəlləsinin 131-ci maddəsində birinci iş ili üzrə əmək məziyyətindən istifadə hüququ var. O da orada qeyd edilib 6 aydan sonra. Mən 3 aydan sonra onu vermirəm. Əgər istəyirsə ödənişsiz məziyyət hüququndan istifadə etsin. Onunla bağlı bizə bir neçə suallar olmuşdu ki, məsələn, ödənişsiz məziyyətdən istifadə edə bilərmi? Bəli, bununla bağlı bir məhdudiyyət yoxdur ki, mütləq ödənişsiz məziyyətdən istifadə etmək üçün 6 ay işləsin. Bu məhdudiyyət əmək məziyyəti ilə bağlıdır. Hətta təhsil məziyyətindən də 1 ay işləyib, sonradan təhsil məziyyətindən istifadə edə bilər. Hər hansı bir 6 aylıq sosial stajı varsa, ödəniş baxımından deyirəm, sosial məziyyət hüququndan da istifadə edə bilər. Yəni, belə bir tələb yalnız əmək məziyyəti ilə bağlıdır. Yəni, əmək məziyyəti deyir ki, 6 ay işlədikdən sonra bu əmələ gəlir.